Mərkəzi prospektin tam olaraq kənar bir hissəsində sizlərə şəxsi tikili, geniş həyət ölçüsünə malik olan gözəl bir həyət evini təqdim edirəm. Ünvanımız Xırdalan şəhərində, magistral yolun tam olaraq kənar bir ərazisində, yəni çox yaxın bir istiqamətində, ona görə kənar deyirik, dəyərli dostlar. Gəlib yəni tam olaraq qırağında axtarmayın da bu evi. Gözəl bir ərazisində sizlərə kürsülü, şəxsi bir daha deyirəm, tikili, geniş 3 otaqlı həyət evimizi nəzər yetirirəm. Stili sistemi kombidir. Burada belə bir hündür yeri var. Baxın, bura bizim həyət qismimizdir. Belə bir həyətimiz var. Gördüyünüz kimi həyətdən maşın girmir. Amma normal qaydada, normal genişlikdədir. Birinci ev olduğuna görə də kifayət qədər geniş, qabağında maşın saxlamağa yeri var. Baxın, belə bir çöl görkəmimiz var. Bir daha təqdim edirəm. Mərkəzi yolun Xırdalan şəhərinin tam olaraq kənarındadır. Yaxınlığında şəhərə işləyən avtobus dayanacağı, şəhər daxili işləyən avtobus dayanacağı bütün ticarət mərkəzlərinə də tam olaraq yaxındır. Keçək evimizin içərisində. Geniş dəhliz hissəsi qarşılayır bizi qapı giriş hissəsindən daxil olarkən. Tam təmirlidir, yəni alıb təmir eləməyə ehtiyac yoxdur. Baxın, sizlərə bir daha deyirəm. Bu həyət evinin içərisində 70% əşyaları qalacaq. Əşya haqqında söhbəti evi aldıqdan sonra ev sahibi ilə, yəni almamışdan qabaq evə baxanda əmlak sahibi ilə danışarsınız. Evdə nə qalacaq, nə gedəcək, hamısını bir-bir özü sizlərə izah edəcək. Bura bizim geniş ölçüyə malik qonaq otağımızdır. Video təqdimatdan göründüyü kimi pəncərələrdən görünür, yəni qoşa daşlar tikilib. Hasarla kifayət qədər məsafəsi çoxdur. Görürsünüz, harca evin arxa hissəsi də buna aiddir. Harca təqribən 2 metrə yaxın məsafəsi var divarlarla. Şəxsi tikili mülkdür. Yəni, hardasa bir 10-15 ilin bəlkə də evi olar. Gördünüz, belə bir gözəl qonaq otağımız idi. Giriş hissəsi də kifayət qədər böyükdür. Xırdalan şəhərində mərkəzi yolun tam olaraq kənar bir hissəsində yerləşir. Burada yerləşir yataq otağımız. Baxın, normal qaydada, normal genişlikdə yataq otağıdır. Səliqəli bir evdir. Kim alsa Allah mülkünə bərəkət versin deyirik. Sağda yerləşir böyük yataq otağı. Baxın, bütün otaqlarımızın qarşısı tam olaraq açıqdır. Məsafəsi də kifayət qədər çoxdur. Görürsünüz, geniş yataq otağı ölçüsüdür. Günü bu gün alıb, gəlib köçüb yaşaya bilərsiniz. Qiymət də həqiqətən möhtəşəm qiymətdir. İrəliləyən dəqiqələrində videonun alt hissəsində yazılacaq, qiymətə baxarsınız dəyərli dostlar. Yəni bu ərazidə belə ev çox az bir halda satışa çıxır. Təcili satılır, qeyd edeyim ki, bura mətbəx hissəmizdir. Baxın, belə bir səliqəli mətbəximiz var. Vaxtınızı ayırıb izlədiyiniz üçün hər birinizə çox sayda təşəkkürlər.